Qarabağın qapısına 9 qol vurmağı tapşırmışam deyən Valverde bununla nə demək istəyir? Sözün düzü, bu xəbərə biz ancaq Azərbaycan yerli saytlarında rastlaşmışıq. Əgər siz bu çıxışın orijinalını hardasa görmüsünüzsə, zəhmət olmasa şərhlərdə mütləq bölüşün. Gəlin fərz edək ki, Valverde belə bir söz işlədib. Belə olacağı təqdirdə belə kontekstdən çıxarılıb. Çünki Ernesto Valverde əslində praqmatik məşqçi kimi seçilir. Xatırladaq ki, Valverde Atletik Bilbao'da ortalama 1.175 xal yığır və komandanın ortalama qol sayı oyuna 1.6-nın biraz altındadır. Yəni hardasa komanda 2 oyuna 3 qol vurur və Atletik ümumiyyətlə Valverde'nin hətta Barcelonası da çox qollu heç vaxt seçilməyib. Ona görə də belə bir məşqçinin belə bir söz deməsi ya dediyimiz kimi çox ciddi şəkildə kontekstdən çıxarılıb, ya da ki, ümumiyyətlə həqiqətə uyğun deyil. Amma daha bir istisna edib düşünsək ki, Valverde doğrudan da bu sözləri deyib, bunun əslində çox məntiqli izahatı var. Bildiyiniz kimi Atletik Bilbao Çempionlar Liqasında keçirdiyi hər iki maçda məğlub olub. Üstəlik Borussiyadan məğlubiyyət həddindən artıq ruhsuz və asan şəkildə olub. Bundan əlavə ümumiyyətlə bütün sikli götürsək, Bilbao son 7 maçda 5 dəfə məğlub olub və bu da Valverde'nin ilk dəfə olaraq son 2 mövsümdə təzyiq altına salıb. İndi isə komandanın X faktor olan Nico Williams'ın qayıdışından sonra Valverde'nin belə uğursuz seriyanı davam etdirməyə haqqı yoxdur. Ona görə də Valverde bir tərəfdən komandasını ruhlandırmaq istəyir, digər tərəfdən isə əlbəttə ki, artıq Qarabağla beyin oyunlarına, yəni mind games-ə başlayıb. Lakin gəlin bir qədər səbirli olaq. Çünki Qarabağ artıq bizə öyrədib ki, belə provokasiyalara cavabı meydanda verir. Çempionlar Liqasının əvvəlində Siyaonun prezidentinə verdiyi kimi.